Salam, hörmətli müdavimlər. Bu videoda müəllimin fasilitasiya bacarığı testlərinə baxacağıq. Testlərin şərtlərini həm birlikdə təhlil edəcəyik, eyni zamanda da düzgün variantı bir yerə tapmağa çalışacağıq. Eyni zamanda da müəyyən qeydlər də deyəcəm ki, test izahını dinlədikcə özünüz üçün müəyyən qeydlər də götürə bilərsiniz. Gəlin cümlələri birlikdə təhlil edək. Başlayaq birinci sualdan. Deyir, müəllim şagirdin verdiyi sualı birbaşa cavablandırmır. Sizcə bu yaxşıdır yoxsa pisdir? Cümlənin hələ davamını oxumuruq. Bəli, təbii ki, doğrudur. Yəni, şagirdin verdiyi sualı birbaşa cavablandırmıram. Mən əslində yönləndirməliyəm, yönləndirici suallar verməliyəm, sinif yoldaşı ilə müzakirəyə şərait yaratmalıyam. Baxın, ikinci tərəfdə deyir ki, cavabı tapmaq üçün onu yoldaşları ilə müzakirəyə yönəldir. Bu çox gözəldir. Deyir, doğru fikri seçindir. Situasiyaya aid doğru fikir seçin. Gəlin birlikdə tapaq doğru variantı. Müəllimin bu addımı doğrudur. Yəni, bu addımı atmaqla doğru edir. Çünki şagird suallarını birbaşa cavablandırmağa sərf etdiyi zamana dərsi izahını ayırmağı hədəfləyir. Yəni, deyir ki, mən uşağın sualını cavablayınca ilə dərsimi keçərəm də, deyir A variantı. Təbii ki, yanlışdır. Niyə ki, şagird də sualına cavab tapmalıdır da? A variantı yanlışdır. Biz nəyə axtarırıq? Biz sualın şərtinə uyğun, situasiyamıza uyğun olan bənd axtarırıq. Sonra B-yə baxırıq, deyir, müəllimin bu addımı onu fasilitator kimi funksiyalarını yerinə yetirməklə bərabər şagirdlərdə affektiv sahənin cavab vermə mərhələsi. Cavab vermək nədir? Öyrənmişəm, reaksiya verirəm, anlamadığını müəllimdən soruşuram. Hər hansı bir sualı başa düşmədim. Bu cavab vermə mərhələsidir. Reaksiya verirəm, cavab verirəm ki, onu başa düşmədim, bunu başa düşmədim, bu mənə aydın olmadı. Yəni, sizcə burada müəllim fasilitator kimi yaxşı funksiyasını yerinə yetirdimi? Təbii ki, yerinə yetirdi. Yəni, fasilitator müəllim prosesi yönəldir, idarə eləyir, istiqamət verir, yol göstərən bir şəxsdir. Yəni. Ona görə doğru cavabımız B variantıdır. Gəlin digər variantlara da baxaq. Deyir, müəllim bu addımı atmaqla şagirdlərdə öz akademik biliklərinə qarşı şübhə yaranmasına səbəb olur. Niyə ki, mən əksinə şərait yaradıram ki, sualın cavabını şagird özü tapsın. C səhvdir, avtomatik variantdan çıxdıq. Müəllim bu addımı ilə yanaşı, bu addımı daha doğrusu şagirdlərdə həyati bacarıqlar formalaşdırmağı hədəfləsə də, deyir, akademik nöqteyi nəzərdə səmərəsiz üsuldur. Əksinə, bu bir fasilitator müəllim olaraq bu səmərəli üsuldur. Səmərəsiz deyil, səmərəlidir əksinə. Y-yə də baxaq, müəllimin bu addımı şagirdlərdə mövzuya maraq oyatsa da, müəllimin fasilitator kimi passiv olduğunu göstərir. Əksinə, bir fasilitator müəllim olub, mənim aktiv olduğumu göstərir ki, mən birbaşa cavab vermirəm. Həvəsləndirirəm ki, özləri tapsın, sinif yoldaşlarına müzakirə şərait yaradıram. Gördünüz ki, bu, baxın, elə birinci testdən də bütün bəndləri təhlil eləyəndə variantı avtomatik tapa bilirik rahatlıqla. Gəlin ikinci, deməli, bir də düzgün cavabı oldu B variantı. Gəlin ikinci sualı birlikdə təhlil edək. Deyir ki, biri müəllimin təlim prosesini səmərəli qurarkən buraxdığı səhvdir. Yəni, hansı səhvdir? Müəllim belə bir şey eləməməlidir. Bəndlərə baxaq, gəlin. A-dan başlayaq. Müəllimidir şagirdin bacarıqlarının nəzərə alması. Müəllim şagirdin bacarıqlarını nəzərə almalıdırmı? Əlbəttə ki, almalı. Niyə səhv olsun ki bu? Bu düzdür. Bizə səhv cavabı, baxın, bizə səhv cavab lazımdır. Müəllimin resurslara o qədər də önəm verməməsi, əksinə müəllim şagirdləri resurslarla təmin etsə, düzgün mənbələr versə, düzgün resurslarla təmin etsə, məqsəd çatma o qədər əlverişlidir. Niyə mən mənbə vermirəm ki, şagirdlərə? Əlbəttə ki, səhv cavab budur. Digər variantlara da baxaq. Şagirdlərdən gözləntilərini aydın müəyyənləşdirməsi. Bu düzgündür. Yəni, uşaqlar bilir ki, mən onlardan nə gözləyirəm. Gözləntilər aydın olmalıdır. Bu doğrudur. Sualı cavablandırmaq üçün şagirdlərə gözləmə vaxt, düşünmə, gözləmə müddəti verməliyik. Bu düzdür. Şagird təfəkkürünün inkişafına yönəlik dərs materiallarından istifadə. Yəni, əzbərçilik yoxdur. Elə materiallar olsun ki, şagird təfəkkürünü inkişaf elətdirsin. Bu da doğrudur. Bizə səhv cavab lazım idi, o da B variantıdır. 3-ə baxaq. 3-də yazılıb. Verilənlərdən biri müəllimin funksiyası hesab edilmir. Yəni, nə axtarırıq? Səhv cavab axtarırıq. Yəni ki, müəllim bunlardan birini etməməlidir. Şagirdin təfəkkürünü formalaşdırmaq. Əlbəttə ki, bu yaxşıdır. Bayaq ikinci sualda da deyək ki, şagirdlərin təfəkkürünü inkişaf elətdirməliyəm. Bu yaxşıdır. Şagirdləri qloballaşan dünyanın tələblərinə uyğun yetişdirmək. Yəni, hal-hazırda dünyanın tələblərinə uyğun olaraq nə məlumatlar varsa, onları şagirdlərin nəzərinə çatdırım, ona uyğun uşaqlarımı yetişdirirəm. Bu doğrudur.
Yəni inkişaf edirik də, inteqrasiya edirik. Bu doğrudur. Şagirdin metakognitiv bacarıqlarını inkişaf etdirmək, əlbəttə ki, inkişaf elətdiririk. Metakognitiv bacarıqlar mövzusunu ayrıca dərsdə keçmişdik. Həmçinin test izahında video şəklində çəkib YouTube-a yerləşdirmişəm. Daha sonra deyə baxaq. Tədrisin məqsədi şagirdin imtahan nəticələrlə müəyyənləşdirilir. Yəni ki, mənim məqsədim odur ki, imtahanda yüksək nəticə toplayım və əsasın başqa qutarda getdi, başqa heç bir işimiz yoxdur. Təbii ki, bu yanlışdır. Məqsəd odur ki, o balı topladınız, qutardı və salam. Tədrisin məqsədi bu deyil axı şagird. Yəni sinif otağından biz kənara çıxmalıyıq. Eyni zamanda uşaqları ekskursiyalara aparmalıyıq. Həyati situasiyalarla bağlı nümunələr gətiririk, layihələrə cəlb edirik uşaqları və s. Yəni sırf imtahan nəticələrinə köklənmirik. Elə olsa axı biz sinifdə şəxsiyyət yetişdirə bilmərik. Deyə yanlışdır. Y-yə də baxaq. Şagirdlərin tənqidi düşüncə bacarığını inkişaf etdirmək, bəli, bu da çox yaxşıdır. Y doğrudur, yanlış cavabımız oldu. D variantı. Səhvi soruşurdular bizdən. Baxaq 4-cü suala. Baxın, 4-də yazılıb ki, uyğunluq gözlənilməmişdir. Yəni uyğun olmayanı axtarmalısınız. Bu tipdə testlər necə tapırdıq? Burada baxın qeyd olunan fikirlə, baxın burada qeyd olunan fikirlə, burada qeyd olunan söz, baxın burada doğru yazılıb. Bunlar üst-üstə düşərsə, deməli uyğunluq gözlənilmişdir. Yox, burada yazılan sözlə buradakı işarə üst-üstə düşməsə, o zaman uyğunluq gözlənilməmişdir. İndi gəlin bir yerdə təhlil elə işarələri qoyaq, elə tapaq. Deyir ki, birinci bənddə. Deməli yazdı bir dənə. Müəllim şagirdləri müzakirələr, qrup fəaliyyətləri və birgə layihələrə təşviq edib, onlar arasında fəal iştirak və əlaqələri gücləndirir. Görün nə gözəl fikirdir. Müəllim şagirdlərin birgə işləməsinə şərait yaradır, onların əməkdaşlığına şərait yaradır. Bu doğrudur. Üstə yer qoyuram. Qarşısına nə yazılıb? Doğru. Mən deyirəm doğrudur, qabağına da söz olaraq yazılıb doğru. Burada uyğunluq nə edib? Gözlənilmişdir. Bir düzdür. Bizə səhv cavablar lazımdır. 2-yə baxırıq. Fasilitator müəllim şagirdləri sadəcə faktları yadda saxlamaq əvəzinə məlumatları təhlil etməyə, qiymətləndirməyə və sintez etməyə təşviq etməlidir. Bəli, düz deyir. Yəni ki, fasilitator müəllim şagirdlər sadəcə uşaqlar bunu yadda saxlayın, bunu əzbərləyin, onu əzbərləyin əvəzinə deyir, onları təhlil etməyə, qiymətlə sintez etməyə yönəltməlidir. Bu doğrudur. Bu doğrudur, amma qabağına nə yazıblar? Yanlış. Burada uyğunluq gözlənilməmişdir. 2-ni götürəcəyik. 2-də çünki baxın, mənim qoyduğum işarə ilə burada yazılan söz üst-üstə düşmür. 2-ni götürürük. 3-ə baxırıq. Şagirdlərin ehtiyaclarına və öyrənmə üslublarına əsasən öz tədris metodlarına, strategiyalarını tənzimləyir, yeni yanaşmalar sınamağa çalışır. Görün nə gözəl fikirdir. Bu doğrudur da. Yəni müəllim daim inkişaf eləyir, daim strategiyanı dəyişiklik eləyir. Bu doğrudur, amma qabağına yanlış yazılıb. Mən deyirəm düzdür, burada yazılan söz deyir ki, yox səhvdir. Burada uyğunluq gözlənilməmişdir. 3-ü də götürürəm. 4-ə baxaq. Fasilitator müəllim şagirdlər arasında müstəqilliyi təşviq edir. Yəni bir növ öz işləməyə şərait yaradır. Onlarda eyni zamanda metakognitiv bacarıqları formalaşdırır deməkdir. Onları öz öyrənmə prosesinə görə məsuliyyət daşımağa, hədəfləri qoymağa istiqamətləndirir. Bayaqki sualda da demişdik, uşaqlarda bir sıra metakognitiv bacarıqlar aşılayırıq. Onlar öz hədəflərinə çatsınlar, özlərinə strategiya müəyyənləşdirsinlər. Bu çox gözəl fikirdir, doğrudur. Qabağına nə yazılıb? Doğru. Uyğunluq gözlənilmişdir burada. Bizə gözlənilməmişdir lazımdır. O da 2-3-dür. Düzgün cavabımız oldu. B variantı. Davam edirik 5-ci sualla. Deyir, aşağıdakı nümunələrdən hansı fasilitator müəllimin xüsusiyyətinə aid deyildir? Yəni, nə axtarsınız? Mənfi, negativ bir cavab. Yəni, fasilitator yönləndirən, yol göstərən müəllim olaraq mən bunlardan birini eləməməliyəm. Gəlin variantlara baxaq. Müəllim şagirdlərin oxuyan maraqlarını artırmaq üçün sinifdə fərqli mövzulara aid, baxın, seçim imkanı var. Fərqli mövzulara aid olan kitablardan ibarət bir oxu güşəsi yaratmışam. Bu doğrudur. Görün nə gözəldir. Fərqli mövzular və güşə yaratmışam uşaqlar. Yəni, oxuyan maraqları artsın. Bu gözəldir. Çox qəşəng cavabdır. Bizə aid deyil lazımdır. B-yə baxaq. Müəllim yeni dərsi izah edir və şagirdlərə mövzu ilə bağlı tapşırıqlar verir. Hamı tapşırıqları bitirdikdən sonra şagirdlərin səhvlərini bir-bir düzəliş eləyir. Bayaqdan deyirik, fasilitator müəllim şagirdlərin əməkdaşlığına üstünlük verir, onları komanda şəklində işlədir və s. də. Amma burada yazıb ki, müəllim hamıya tapşırıq verir, bitirəndən sonra onların səhvlə bir-bir düzəliş eləyir. Və əməkdaşlıq hara getdi? Yəni, biz çalışmalıyıq ki, şagird səhvi özü tapsın, özü harda səhv elədi, özü öz səhvini tapsın, bir növ tənqidi təfəkkürü inkişaf eləsin, metakognitiv bacarıqlar formalaşsın uşaqlarda. Amma burada heç dərsdə mən izah elədim, tapşırıq verdim, səhvləri də hamısını mən dedim. Bu yanlışdır.
B variantı yanlışdır. Yəni digərlərinə baxaq. Müəllim dərsin əvvəlində şagirdlərin dərsə cəlb olunması üçün müxtəlif formalı təlimatlardan istifadə edir. Baxın, müxtəlif formalar, seçim imkanı var burada. Bu doğrudur. Müəllim şagirdlərin ilkin biliklərini müəyyənləşdirmək üçün diaqnostik, ümumiyyətlə ilkin bilikləri və diaqnostiklə müəyyənləşdirirlər. Bu doğrudur. Müəllim şagirdlərin valideynləri ilə əməkdaşlıq edərək şagirdlərin intellektləri haqqında məlumat əldə edə bilər. Ümumiyyətlə şagirdlərin intellektini əldə etmək yollarından biri bəli valideynlərlə əməkdaşlıq etməkdir. Bu da doğrudur. Bizdən yanlış cavab istəyirdilər, o da B variantıdır. Baxırıq 6-cı suala. 6-cı sualda nə yazılıb? Müəllimin fasilitator kimi yanlışa yol verdiyi situasiyalar müəyyənləşdir. Yəni hansı fikirlərdə yanlışlar var? Gəlin onları birlikdə seçək. Baxaq birə. Deyir, müəllim mövzunu təqdim edən zaman həm slaydlardan, həm əyani vəsaitlərdən istifadə edir. Hər kəsin dərsə, yəni hər kəsi dərsə cəlb edir. Hər kəsin dərsdə iştirak etməsinə şərait yaradıramsa. Burada səhv cavab varmı? Təbii ki, yoxdur. Görürsünüz, müəllim necə hər tərəfli yanaşır. Fasilitator müəllim olaraq hər şeyi nəzərə alır. Bir doğrudur. Bizə yanlış cavablar lazım olduğu üçün bir. İmtahanda da sürətli variant tapmaq istəsəz, birləri silirsiniz variantlardan. Yəni sürətli imtahanda nə qədər variantı sürətli tapsınız, o qədər işinizə yarayacaq. Bir yanlış, bir doğrudur, amma bizə yanlış lazım olduğu üçün götürmürük. Bizə düz cavablar lazımdır. Yanlışlar lazımdır daha doğrusu. Bir düz çıxdıq cavabdan. 2-yə baxaq. Müəllim sual-cavab və müzakirə prosesində şagirdlərin səhv cavablarını yerindəcə düzəldir və şagirdlərin növbəti fəaliyyətləri effektiv olsun. Baxın, şagird müəllim sual-cavabda və müzakirə şagirdin səhvini yerindəcə düzəldir. Baxın, biz bayaqdan deyirik ki, uşaq hər hansı bir fikir ifadə edən səhvini biz onu istiqamətləndirməliyik, yönləndirməliyik ki, sualın düzgün cavabını özü tapsın, sinif yoldaşlarına müzakirə yönləndiririk ki, yəni şagird cavabı özü tapmağa çalışsın. Mən hazır cavab deməyim ona. 2 yanlışdır. Bizə də yanlış lazım olduğu üçün 2-ni götürürük. Davam edirik. 3-ə baxaq. Konflikti həll etmək üçün müəllim sinif iclası təşkil edir. Bunu da ayrıca mövzuda keçmişdik. Sinif daxili konfliktləri həll etmək üçün sinif iclası keçirdirdi. Orada bütün şagirdlər iştirak edirdi ki, biz ora niyə yığışırdıq həmin sinif iclasına? Konflikti həll etmək üçün. Burada da yazılıb ki, təşkil edərək problemli şagirdlərlə birlikdə məsələni həll etməyə cəhd edirik. Bəli, bu doğrudur. Bizə səhv cavab lazım olduğu üçün heç götürmürük. 4-ə baxırıq. Müəllim şagirdlərdə oxuyub anlama, qeydimizə baxaq, oxuyub anlama və tənqidi düşünmə bacarığını formalaşdırmaq üçün tədris ilinin əvvəlindən baxın, bu cümlə düzdür. Baxın, ilin əvvəlindən Busqran strategiyası tətbiq olunurmu? Olunur. Aha, burası çox gözəl. Bir də cümlənin əvvəlinə qayıdaq, təzədən baxaq. Baxın, burada yazıb ki, oxuyub anlama. İndi baxın, gəlin dəyərli müdavimlər, sizə belə bir sual verim. Bu Busqran strategiyası nə idi? Yadımıza salaq, nə idi Busqran? Uşaqlar arasında münasibətləri mehribanlaşdırmaq və yaxud da bizim bildiyimiz şəkildə uşaqlar arasında buzları əritmək, mehribançılıq yaratmaq. Bunu tədris ilinin əvvəlindən eləyirdikmi? Bəli, eləyirdik. Mən sizdən razıyam, eləyirdik. Amma bunu oxuyub anlamaya nə adiyyəti var ki? Oxuyub anlama bacarığını formalaşdırmaq üçün Busqran strategiyasını tətbiq eləməliyik. Busqran strategiya şagirdlər arasında münasibəti yaxşılaşdırmaq üçün, mehribançılıq yaratmaq üçün, uşaqlar arasında utancaqlıq aradan qalxsın və s. Bunun üçün tətbiq olunur. Bu oxuyub anlamaya adiyyəti varmı? Bunun yoxdur. Deməli 4-ü götürürük. 4 səhvdir. Müəllim şagirdlərin summativ nəticələrinə əsasən onların maraqları haqqında, ümumiyyətlə şagirdin marağı haqqında, şagird haqqında ilkin məlumat, hər biri diaqnostik qiymətləndirmədə əldə olunur. Summativdə uşaq bal toplayır. Balına uyğun uşağın necə deyim, marağını müəyyənləşdirə bilmirəm ki, mən bunu diaqnostik ilkin qiymətləndirmədə eləmək lazımdır. Ona görə səhv cavablarımızdan biri də oldu 5. Düzgün cavabımız nə oldu? 2, 4, 5 Y variantı. Gördünüz ki, sualları bir yerdə təhlil edirik və cavabları sizlə bir yerdə tapırıq. 2, 4, 5. Daha sonra 7-yə baxaq. Müəllimin yanlışa yol verdiyi situasiyanı tapın deyir. Gəlin səhv cavab axtaraq variantlardan. Baxaq A variantına. Müəllim şagirdlərdən müxtəlif dinləmə materialları verərək, baxın, müxtəlif dinləmə materialları verir, bir dənəsini vermirəm də, şagird müxtəlifini nəzərə alıram. Verərək onlarda sözlərin düzgün tələffüzü bacarığını formalaşdırmağa çalışır. Proses boyu şagirdlərdə lazımi istiqamətlər verir. Bir fasilitator müəllim olub şagirdlərimi istiqamətləndirirəm. Görün nə gözəl variantdır bu. Bu düzdür, amma götürmürəm. Mənə səhv cavab lazımdır. B-yə baxaq. Müəllim şagirdlərdən müxtəlif fənləri
fənlərin mövzularını bir-biri ilə əlaqələndirmək üçün onlarda analoji düşünmək bacarığını formalaşdırır. Bu, şagirdlərin yeni anlayışları öyrənmələri baxımından da faydalı hesab edilir. Bəli, analoji düşünmək, yəni onlar arasında müxtəlif fənlər arasında oxşarlıq, eynilik tapmaq, bu da yaxşıdır. Uşaqlar məntiqini inkişaf elətdirir. Bir növ fərqli fənlərdə inteqrasiya edirəm. Bu da gözəldir. C-yə baxaq. Məqsəd şagirdlərdə sual tərtib etmə bacarığını formalaşdırmaqdır. Şagirdlərdən bəzilər bunun necə edəcəklərini bilmirlər. Müəllim onlara dinamik fellərdən ibarət deyirdi ki, yəni fellər stativ yox, dinamik fellər olmalıdır. Dinamik fellərdən ibarət siyahı təqdim edir və prosesdə onların istifadə etmələrini tövsiyə edir. Bir növ resurslardan təmin edirəm ki, bunlardan da istifadə edə bilərsiniz. Yəni bir növ məsləhət xarakterli deyirəm ki, buradan da istifadə edə bilərsiniz. Bu gözəldir. Bir fasilitator müəllim olur, şagirdlərimə istiqamət verirəm, yol göstərirəm. D-yə baxaq. Müəllim şagirdlərdə müstəqil öyrənmə bacarığını formalaşdırır. Bura qədər hələ ki düzdür. Bu zaman onların qarşılaşa biləcəkləri maneələrdən biri duyğuların düzgün idarə etməmələri ilə bağlı ola bilər. Düzdür. Bəzən müstəqil olanda həvəsdən düşə bilərik və s. Yəni emosiyalarla bağlı problem yaşaya bilərik. Bunu nəzərə alan müəllim şagirdləri öyrənmə zamanı öz hisslərini idarə edə bilmələri üçün müxtəlif strategiyalar, yəni əvvəlcədən tanış edirəm ki, uşaqlar öz hisslərini, öz emosiyalarını düzgün şəkildə idarə etməyi bacarsınlar. Görün nə gözəl bənddir bu. Bu da doğrudur. Y-yə baxaq. Məqsəd şagirdlərdən, hansı məqsəd? Yəni müəllimin məqsədindən söhbət gedir, təbii ki. Məqsəd şagirdlərin hər birini müzakirə prosesinə cəlb etməkdir. Bunun üçün müəllim aktiv şagirdlərdən ibarət bir qrup yaradır. Yaxşı oxuyan akademik uşaqları bir qrupa yığıram. Elə cümlə baxın, səhvdir. İbarət qrup yaradır. Onlara sualları formalaşdırmaq. Uşaqlar, siz savadlı uşaqlarsınız, aktiv uşaqlarsınız. Siz əyləşin bu qrupda, siz sualları tərtib edin. Digər uşaqlar, yəni yerdə qalan zəif uşaqlar, digər uşaqlar isə zəhmət çəksinlər, sualları cavablandırsınlar. Yəni sizcə bu düzgün bir yanaşmadırmı? Təbii ki, düzgün yanaşma deyil. Ayrı seçkilik var. Savadlı aktiv uşaqlar bir qrupa, siz sualı hazırlayacaqsınız, o birilər də zəhmət çəksinlər, suala cavab tapsınlar. Təbii ki, variantı oxuyan da variant deyir ki, cavab mənəm, yəni. Düzgün cavabımız oldu? Y variantı. Yeni niyə götürdük? Çünki sualın şərtinə yanlışı soruşurdular. Baxın, bütün bəndləri təhlil edəndə hansı variantın düz, hansı variantın səhv olduğunu daha yaxşı başa düşə bilirik. Baxırıq 8-ci suala. Gəlin 8-ci sualın şərtini təhlil edək. Deyir ki, müəllim dərsin məqsədinə çatmaq üçün sinifdə qrup işi təşkil edir. Şagirdlər qruplara bölünür və hər qrupa müxtəlif tapşırıqlar verir. Deməli, şagirdləri qrupa bölür, özüm üçün qeyd eləyək və hər qrupa müxtəlif tapşırıqlar verir. Nə gözəl. Qrupda bəzi şagirdlər az işləyirlər. Bəzilər isə çox işləyirlər. Buna görə də sinifdə nə yaranıb? Narazılıq yaranır. Baxın, bəzən müdavimlər deyir ki, axı bəndlərdən biri də düz gəlir, C-də, D-də, Y-də. Ola bilər, amma biz sualın şərtini axıra qədər oxumuruq. Baxın, narazılıq yaranır deyib şu variant axtarırıq. Xeyr, cümlə qurtarmayıb. Şərtin ardı var. Deyir ki, baxın, problemi aradan qaldırmaq üçün mən hansı addımı atsam, nə olar? Səmərəli olar. Deməli, biz variantda nə axtarmalıyıq? Yuxarıdakı problemi aradan qaldıran bir variant axtarmalıyıq. Gəlin birlikdə tapaq. A-ya baxaq. Müəllim bir müddət qrup işindən istifadə etmədən dərsi qura bilər. Cümlənin ardını oxumuruq. Sizcə, indi bir hardasa 10 gün, 15-20 gün qrup işindən istifadə eləmirəm ki, vəziyyət düzəlsin. Vəziyyət düzələcəkmi? Xeyr. Problemi həll eləmədim. Axı, mən problemi kökündən həll eləməliyim ki, belə bir problemlə qarşılaşmayaq. Yəni, 1 gün, 10 gün, 5 gün müddətinə mən keçməsəm qrupla işi, problem həll olurmu? Xeyr. Sualın şərtinə baxın, yazdı. Problemi aradan qaldırmaq üçün hansı variant səmərəli olar? A variantı səmərəli deyil. Keçək B-yə. Müəllim qrup işi zamanı şagirdlər arasında vəzifə bölgüsü edə bilər və onlarla birlikdə qrup qaydalar tərtib edə bilər. Bəli, görün nə gözəl variantdır. Qrupda belə bir narazılıq niyə yaranıb? Çünki uşaqlar qrup qaydalarını bilmirlər, iş bölgü bilmirlər, kimə hansı iş düşüb. Yəni, iş bölgüsünü düzgün aparmayıblar. Ona görə biri çox işləyir, biri ümumiyyətlə işinə işləmir. Yəni, necə deyim, vəzifələri öz aralarında düzgün şəkildə bölüşdürə bilməyiblər. Əgər B variantı olar
olarsa, nə olacaq? Problem aradan qalxacaq. Deməli, vəzifə bölgülərini düzəldirik və şagirdlərlə bir yerdə qrup qaydaları tərtib edirik. Bunu öncəki mövzularda keçmişdik ki, qrup qaydalar şagirdlərlə bir yerdə hazırlanmalıdır. Bunu eləsəydik, yuxarıda olan problem aradan qalxacaq. Düzgün cavab oldu B variantı. Digərlərinə də baxaq. Müəllim şagirdlərin öyrənmə tərzini nəzərə alıb onları qruplara bölər. Məsəl üçün, verbal lingvistik uşaqlar bu tərəfə. Tutaq ki, şifahi öyrənən uşaqlar bir tərəfə. Daha sonra vizual öyrənən uşaqlar bir tərəfə. Elə olmur ki, bizdə sualda deyir ki, problem var. Problemi nə ilə aradan qaldıracaqsınız deyir. Demək, işləməklə bağlı uşaqlarda problem var. Seyini çıxdıq variantlardan. Müəllim şagirdlərdə qrupla işləmə bacarığını formalaşdırmaq üçün onları bir müddət cütlərinə. İndi mən çalışıram ki, bir müddət bunlar cütlərinə işləsin, sonra qrupa gedəndə bunlar problem aradan qalxmış olacaq. Xeyr, axı problemi kökündən həll eləməmişəm mən. Müəllim şagirdlərin potensialını nəzərə alıb qruplara bölür və verilən tapşırıq sadələşdirərək müvafiq problemi həll edir. Bu da yəni problemin həlli yolu deyil də. Şagirdlərin potensialını nəzərə alıb uşaqları qruplara bölürəm, tapşırıqları sadələşdirirəm ki, narahatçılıq olmasın. Elə olmur. Düzgün cavabımız oldu B variantı. 9-a baxaq. Dərs zamanı müəllim şagirdə sual verir. Deməli, müəllim şagirdə sual verir. Şagird suala səhv cavab verərkən müəllim onun sözünü yarıda kəsir. Deməli, şagird suala səhv cavab verir. Həmin cavab verərkən müəllim də onun sözünü yarıda kəsir. Kəsərək sualın cavabını özü verir. Yəni, şagirdin sözünü kəsirəm, düzgün cavabı bir müəllim olaraq özüm verirəm. Deyir, verilən situasiya ilə bağlı doğru fikri seçin. Baxaq görək situasiyaya uyğun olan şərt hansıdır. Baxaq A variantına. Müəllim fasilitator kimi özündə müşahidə etmə bacarığını formalaşdırmayıb deyir. Baxın, şagirdi heç variantlara baxmayın. Yəni variantlara baxın. Baxın, mən şagirdin sözünü kəsirəm, cavabı özüm deyirəmsə. Məndə hansı bacarıq yoxdur sizcə? Heç belə müəllimin fasilitasiya bacarığına aid olmasın, ümumən real həyatdan söhbət gedir. Kimsə danışır, o danışıb qurtarmamış, mən onun sözünü kəsirəmsə, məndə hansı bacarıq yoxdur sizcə? Məsələn, sizə sual verirəm də, variant qoyuram qarşınıza. Məndə müşahidə bacarığı yoxdur, yoxsa dinləmək bacarığı? Bəli, avtomatik deyirsiniz ki, müəllim, sizdə dinləmək bacarığı yoxdur. Əgər mən qarşımdakı şəxsin fikrini kəsirəmsə, öz cavabımı deyirəmsə, deməli, məndə nə yoxdur? Dinləmək bacarığı yoxdur. Deməli, heç variantları oxumasınız, tez variantlara hərəkət edib dinləmək bacarığı sözünü axtarmalısınız. Baxın, D variantında. Deyir, müəllim fasilitator kimi özündə dinləmək bacarığını formalaşdırmayıb. Bəli. Sualın şərtində görürük ki, formalaşdırmayıb. Formalaşdırsaydı mən şagirdimin sözünü yarıda kəsməzdim axı. Deməli, düzgün cavab oldu D variantı. Digərlərinin variantlara niyə baxaq ki? Çünki burada dinləməkdən söhbət getsə, variantı dinləməyə axtarmalıyıq. Sonra baxaq 10-cu suala. Deyir, müəllim şagirdlərin cəlb olunmasını təmin etmək və onların fəaliyyətini məqsədyönlü etmək üçün təlim nəticələrini şagirdlərə əvvəlcədən elan edir. Görün nə gözəldir. Bəli, nəticəni ümumiyyətlə şagirdlərə əvvəlcədən elan etməliyik. Bu bir fasilitator müəllim olaraq mən düz etmişəm, səhv etmişəm? Təbii ki, bəli, bir düz etmişəm də bir fasilitator müəllim olaraq təlim nəticələri öncədən şagirdlərin nəzərinə çatdırmalıyam. Deməli, düzgün cavabımız oldu. İndi ola bilər burada tam oxunmur. D variantında qeyd olunub ki, müəllim fasilitator rolunu yerinə yetirir. Yerinə yetirirmi? Bəli. Çünki əvvəlcə nəticələri elan edirəm axı bir müəllim olaraq. Düzgün cavabımız oldu D variantı. Baxırıq 11-ci suala. 11-ci sualda nə yazılıb? Deyir, müəllim şagirdlərə ev tapşırığı olaraq Axundzadənin həyat və yaradıcılığı ilə bağlı təqdimat hazırlamağı tapşırır. Gəlin özümüzdə müəyyən qeydlərə aparaq görək sualın şərti nədən söhbət gedir. Təqdimat hazırlamaq tapşırılır. Şagirdlər müxtəlif mənbələrdən istifadə edər. Deməli, uşaqlar müxtəlif mənbələrdən istifadə edərək məlumatları toplamalı və təqdimat hazırlamalıdır. Müəllim şagirdlərin təqdimatlarını izlədikcə onların düzgün mənbələrdən araşdırmadıqlarını müşahidə edir. Deməli, problem hardadır? Uşaqlar düzgün mənbələrdən araşdırma eləməyiblər. Çünki baxın, müəllim burada müşahidə elədi onu. Müəllimin bu problemi bizə indi nə lazımdır? Problemi aradan qaldırmaq üçün hansı variantı götürək ki, problemi aradan qaldıraq? Baxın, sualın şərtində yazılıb ki, səmərəli olar. Nə olar? Problemi aradan qaldırmaq üçündür. Hansı bənd səmərəli olar? Gedək, problemi aradan qaldıraq. Baxaq variantlara. Müəllim dərs prosesində şagirdlərə müxtəlif oxu materialları təqdim edə bilər. Problem oxudadır, yoxsa düzgün mənbədən araşdırmayıblar sizcə? Mən sizə sual verirəm, siz cavablandırın. Təsəvvür edin ki, dialoq şəklində testləri müzakirə edirik. Problem oxu materialındadır, yoxsa düzgün mənbədən araşdırmadıqlarına görə oldu?
Bəli, düzgün mənbədən araşdırmadıqlarına görə oldu. A-dan çıxdıq, səhv variantda. Bizə səmərəli olar deyir. Problemi nə ilə həll edə bilərik? B-yə baxaq. B-də nə yazıb? Müəllim şagirdlərə təqdimatın necə hazırlanması ilə bağlı müxtəlif tövsiyələr. Problem təqdimatdadırmı, yoxsa mənbələrin araşdırılmasındadırmı sizcə? Bəli, müəyyən təqdimatda deyil, hardadır? Mənbələrdədir. Deməli, B də səhvdir. Bizə yəni elə səmərəli olan bir variant lazımdır. Baxaq C variantına. Müəllim şagirdlərə əvvəlcədən qiymətləndirmə rubriklərini və mənbələri təqdim edə bilərdi. Bəli, deməli mənbəni təqdim eləməmişəm. Uşaqlar da gedib düzgün yerdən araşdırmayıblar. Mən indi C variantını sizcə bu bəndi, yəni bu addımı atsam. Bu nə gözəl dairə oldu belə. Sizcə mən C variantında olan addımı atsam, problemi aradan qaldıra bilərəmmi? Bəli. Baxın, yazılıb da. Qiymətləndirmə rubriklərini qiymətləndirmə dərsinə ayrıca keçəcəyik. Deyir, mənbələri, yəni düzgün mənbələr təqdim edə bilər. Bəli, mən düzgün mənbəni təqdim etsəm, problem öz həllini tapmış olacaq. Düzgün cavabımız oldu C variantı. Gəlin digər varianta da baxaq. Müəllim şagirdlərdə problem həll etmə bacarığını formalaşdırmaqla bu məsələni problem hardadır? Mənbədədir. Yəni problem həll etmə bacarığında deyil, deyində çıxırıq. Müəllim sinifdə müxtəlif mövzularla müzakirə təşkil etməklə verilmiş xeyir, yəni problem müzakirədə deyil, problem hardadır? Mənbələrin araşdırılması. Yəni düzgün yerdən gedib axtarmamışıq. Ona görə belə bir problem yaşadıq. Düzgün cavab C variantıdır. Gəlin baxaq 12-ci suala. Deyir, uyğunluğu tapın. Bu sualları necə təhlil eləyirdik? Bir daha xatırlatma eləyim, əgər müdaxiləmizin yadından çıxıbsa. Uyğunluq deyəndə, baxın, doğru sütunundan doğru axtarırıq, yanlış sütunundan da yanlış axtarırıq. Yəni, işarələrlə qeyd eləyək. Məsələn, doğrudan doğru, yəni üstəgəl olan axtarmalıyıq, yanlışdan da çıx, yəni mənfi olan axtarmalısınız. Gəlin axtaraq bir yerdə. Deyir ki, fasilitator müəllim şagirdlərin həm idraki fəaliyyətindən, həm də emosional vəziyyətdən xəbərdar olmalıdır. Yəni, müəllim həm şagirdlərin oxumasını, eyni zamanda uşaqların emosional vəziyyətindən də onları idarə eləməlidir, emosiyalarını tənzimləməyi bacarmalıdır. Xəbərdar da olmalıyam, xəbərdar olmalıyam ki, mən onları tənzimləyim də. Bir doğrudur. Bayaq emosional durum haqqında da danışdıq. Bir düzdür. Doğrudan doğru götürürsünüzmü? Bəli, deməli biri götürəcəyik. Müəllim dərsinin cəlbedici olması üçün daim qrup işi təşkil etməlidir ki, qrup işini qiymətləndirək, meyarlar şagirddə. Ümumiyyətlə elə bir şey demişik ki, dərsin cəlbedici olması üçün daim qrup işi təşkil etməlisiniz. Xeyr, elə şey deməmişik. Elə şey olmur axı daim qrupla işləmək. 2 səhvdir, 2-ni götürmürsünüz. Müəllim dərs prosesində keçirilən mövzunu həyatla əlaqələndirərək dərsin daha öyrədici. Yəni, həyatdan nümunələr götürür. Həyatla inteqrə etmək yaxşıdırmı? Əlbəttə ki, bu bütün fənlər üçün yaxşıdır. Dərs daha yaxşı, dərsi daha yaxşı başa düşür uşaqlar. Bəli, bu doğrudur, amma nə yazılır? Baxın, yanlışda yazıldığı üçün götürmürsünüz. Bizə yanlışdan yanlış lazımdır. 4-də baxaq, müəllim dərs prosesində hər bir şagirdin fəaliyyətini nəzarətdə saxlayır və hər bir şagirdin çatışmayan tərəflərini üzə çıxardır və hər bir şagirdə rəy verir. Yəni, belə deyim də, hər bir şagirdə bir rəy vermir, bir səhvlərini tapıb, hər bir şagird bir dərs ərzində onun rəylərini bildirmək olurmu, rəy vermək olurmu? Hər şagirddə təbii ki, olmur. Yəni, belə bir şey mümkün deyil. Yəni, hər dərs prosesində bir şagirdin səhvlərinə baxıram, çatışmayan cəhətlərini hər dərsdə onlara deyirəm. Bir dərsdə bütün şagirdlərə axı rəy vermək olmur. Hər bir şagirdə bir rəy vermək olmur. Bu reallıq deyil. 4 səhvdir. Götürürsünüzmü? Bəli, deməli, düzgün cavabımız nə oldu? Bunu siz deyin. Bəli, deməli, doğrudan 1-i götürdük. Yanlışdan nəyə götürdük? 4-ü götürdük. Bəli, düzgün cavabımız oldu 1, 4. Hansı variant? D variantı. Baxırıq 13-cü suala. Verilənlərdən hansı fasilitator müəllimin özündə formalaşdırmalı olduğu bacarıq hesab edilmir? Hesab edilmir. Heç belə variantlara baxmadan gəlin özümüz variantı tapmağa çalışaq. Bir fasilitator müəllim olaraq bizdə hansı bacarıqlar olmalıdır? Məndə müşahidə etmək bacarığı olmalıdırmı? Bəli, mən hər zaman uşaqlar nəyi necə eləyiblər, mən onu hər zaman müşahidə eləməliyəm. Məndə dinləmək bacarığı olmalıdırmı? Dinləmək bacarığı olmalıdırmı? Bəli, bayaqdan dəfələrlə dedik ki, yəni uşağı dinləməliyəm ki, görüm uşaq nə deyir. Yəni sırf mən öz istədiyim cavabı alana qədər dinləmirəm, hər zaman şagirdi dinləməliyəm. Mütləq dinləmək lazımdır. Sonra şagirdlərə düzgün şəkildə müdaxilə etməliyəmmi? Bəli, uşaqlar danışanda düzgün şəkildə müdaxilə etmək lazımdır. Düzgün müdaxilə etmək lazımdır. Və s. Yəni bunu özünüz tapa bilərsiniz. Baxın, hansı hesab edilmir.
Məqamında bir müəllim olaraq düzgün müdaxilə etməliyəmmi? Bəli, etməliyəm. Dinləmək bacarığım olmalıdırmı? Olmalıdır. Müşahidə etmək bacarığımız olmalıdırmı? Olmalıdır. Planlaşdırma, yəni işimizi hər zaman planlaşdırmalıyıq. Mühazirə hazırlamaq. Müasir təlimdə ümumiyyətlə mühazirənin adını çəkmirik. Mühazirə əzbərçilikdir. Yoxdur müasir təlimdə, yəni mühazirə. Ona görə bu yanlışdır. Müəllim olaraq gör nə gözəl variant oldu ürəyin içində. Bəli, mühazirə hazırlamaq. Düzgün cavabımız oldu Y variantı. Baxırıq 14-cü suala. Aşağıdakı hansı nümunədə müəllimin fasilitator kimi yanlış atdığı addımdır? Yəni uzun sözün qısası səhv cavabı axtarmalıyıq. Bir fasilitator müəllim olaraq mən bunu etməməliyəm. Gəlin bəndlərə baxaq. A-dan başlayaq. Deyir ki, A. Müəllim şagirdlərin öyrənmə tərzlərini bildiyindən dərs prosesində müxtəlif resurslar hazırlayaraq şagirdlərin, yəni diqqətini dərsə cəlb edir. Bəli, mən uşaqların öyrənmə tərzini bilirəm ki, bəzi uşaqlar görərək öyrənirlər, bəziləri misal üçün yazaraq öyrənirlər. Hər uşağın öyrənmə tərzi fərqlidir. Həm əyani vəsait gətirməliyəm, həm vizual vəsait gətirməliyəm. Hər vəsaiti gətirirəm və müxtəlif resurslardan şagird müxtəlifliyi nəzərə alıb görür nə gözəl variant da variant. Bu düzdür. Bizə səhv cavab lazımdır. Bəyə baxaq. Müəllim keçdiyi mövzunun daha anlaşılır olması üçün şagirdlərə həyati situasiyalar təqdim edir. Həyati situasiyalar təqdim etmə şagirdlər üçün təlimin deyən dərsin daha asan olması, daha anlaşılan olmasıdır. Yəni kitab dilində danışmıram da, nümunələrlə, həyatdan nümunələr gətirirəm. Bu doğrudur. C variantına baxaq. Müəllim suala səhv cavab verən şagirdlərə yönləndirici suallar verməklə onun özünün düzgün cavab tapmasına şərait yaradır. Bunu bayaqdan dəfələrlə dedik ki, bəli, özüm o dəqiqə düz cavabı demirəm. Yönləndirici suallar verirəm, mən çalışıram ki, əlimdən gəldiyi qədər şagird özü cavablandırsın həmin sualı. Bu da gözəl cavabdır. Ona görə variantdan çıxırıq. D variantına baxaq. Müəllim dərs ilinin əvvəlində sinifdə şagirdləri daha yaxından tanımaq üçün onlara anket sorğu göndərir. Görün nə gözəl variantdır. Şagirdlərlə bir növ müəllim şagird münasibəti yaxşılaşdırmaq üçün, onları daha yaxından tanımaq üçün bir sorğu göndərim, anket göndərim. Bu da gözəldir. Bizə nə lazımdır? Bizə yanlış cavab lazımdır. Müəllim şagirdlərin yazılarını yoxlayan zaman səhv yazılan sualların altına baxın, mən yoxlayıram uşaqların yazılarını. Deyir, səhv yazılan sualları düzgün həllərin misalların altına. Məsələn, baxın bu səhvdir. Bu. Mən bunun altına həllini yazıram. Misal üçün özümdən x bərabərdir, nə bilim nə, burada yazıram. Səhvlərin altına xətt çəkirəm, altına düzgün cavab yazıram. Axı bayaqdan deyirik ki, səhv cavabdan uşağın özünün tapmasına şərait yaradırıq. Birbaşa səhvin özüm yazmıram da, şagirdlərə şərait yaratmalıyam. Bayaqki bəndlərdə dedik, yönləndirməliyəm. Şagirdin özünün tapmasına bir şərait yaratmalıyam. Y variantında şərait yoxdur ümumiyyətlə. Xətt çəkdim, x bərabərdir, tənliyi həll elədim, qoydum aşağıya və salam. Uşağa heç nə qalmadı da belə baxanda. Bu düzgün yanaşma deyil. Düzgün cavabımız oldu Y variantı. Bizdən yanlışı soruşduğu üçün yeni götürdük. 15-ə baxırıq. Verilmiş fikirlərdən hansı fasilitasiyaya aid edilə bilməz? Yəni səhvi tapmalısınız. Yəni bir fasilitator müəllim olaraq mən bunu eləməməliyəm. Baxaq A variantına. Müəllim öyrənməni təmin etmək üçün sinif qaydalarını tərtib edib, onları şagirdlər tərəfindən tətbiqinin nəzarətini artırır. İndi bu cümləni oxumamışdım, amma qabaq gəlin sizə belə bir sual vermişdim. Bunu dərsi keçəndə də demişdik ki, sinif qaydalarını müəllim tərtib eləsə yaxşıdır, yoxsa şagirdlərlə bir yerdə, müəllim şagirdlə bir yerdə hazırlasın, yoxsa tək özü hazırlayıb gətirsin? Hansı yaxşıdır? Əlbəttə ki, şagirdlərlə birlikdə hazırlasam, o daha yaxşı. Çünki dedik axı, fasilitator müəllim özü qərar verib gətirib divardan asmıram ki, uşaqlar bu sizin sinifinizin qaydalarıdır, əməl eləyin bunlara. Deyir ki, müəllim özü tərtib edir və şagirdlər tərəfindən tətbiqin nəzarətini artırır. Xeyr, bu səhvdir. Sinif qaydaları şagirdlərlə bir yerdə hazırlananda daha effektivdir. Bizə səhv cavab lazım idi. Səhv cavab deyil, A variantıdır. Gəlin digər variantları da təhlil edək. Ola bilər ki, bəzi müəllimlər düşünsün ki, burada C də uyğundur, D də və s. Gəlin təhlil edək ki, ağzınıza hər hansı bir sual qalmasın. B-yə baxaq. Müəllim şagirdin açıq tipli suala cavab verməsini təmin etmək üçün qapalı tipli suallardan dəstək üçün istifadə edə bilər. Bayaqdan dəfələrlə dedik ki, bəli, kömək üçün yönləndirici suallar verə bilərəm. Bu düzdür. Müəllim şagirdlərə fərdi yanaşaraq onları öyrənmə prosesinin aktiv iştirakına yönəldir. Yəni, hər bir şagird xüsusiyyətini bilərək o cür yönləndirirəm. Uşağın öyrənmə tərzi, intellektual xüsusiyyətlərini bilib elə yönəldirəm. Bu da doğrudur. Müəllim təlimi qarşılıqlı fəaliyyət üzərində quraraq, yəni birgə qarşılıqlı, birgə öyrənmə mühiti yaradır. Bəli, bu da doğrudur. Müəllim şagirdləri müzakirə prosesini effektiv şəkildə təşkil etmək məqsədi ilə onlardan mövzu ilə bağlı araşdırın, təhlil edin və s. Bu da təbii ki, doğrudur. Uşaqları yönləndirirəm, araşdırın, gətirin.
Bəli, bu da doğrudur. Yanlış cavabımız oldu A variantı. 16-ya baxaq. Hansı situasiyada fasilitator müəllimin müşahidə bacarığının inkişafına ehtiyac var? Baxın, variantda demir, hansı variant düzdür demir. Deyir ki, hansı bənddə müəllim müşahidə bacarığını zəifdir, onu inkişaf etdirmək lazımdır. Gəlin bəndlərə baxaq. Ehtiyac var deyir. Sualın şərtini əslində dəqiq oxuyanda demək olar ki, cavabın 50% hazırdır. Şərti düz oxudum, variantımız artıq hazırdır. Baxaq A variantına. Müəllim qruplara tapşırıq verdikdən sonra şagirdlərə yaxınlaşaraq onlara yerindəcə konstruktiv rəy verir. Yəni bu bənddə müəllimin müşahidə bacarığının inkişafına ehtiyacı nəsə problem gördünüzmü? Sualın, yəni bənddə görmədik. Qaydasında hər şey bu getdi. Müəllim şagirdləri sual-cavab edir, onların cavablarına əsasən boşluqları müəyyən edək, strategiyasına dəyişiklik edir. Bu bənddə də ümumiyyətlə biz heç bir necə demək, sualın şərtinə yazıldığım heç bir boşluq görmədik. Şərtdə yazılıb ki, hansı bənddə ehtiyac var? Bizəyə baxaq. Müəllim şagirdlərin bir-biri ilə mənfi münasibətinin onların akademik nailiyyətlərinə belə pis təsir etdiyini görür və sinifdə buzqıran strategiyalarını tətbiq edir. Burada da mənfi nəyə pisdir ki bunun? Yəni əksinə sinifdə yaxşı bir ab-hava yaradıram. Sonra D-yə baxırıq. Müəllim həmkarının cəlb olunmada daha çox vizual, yəni daha çox şəkilli təqdimatlar, slaydlar və s. Daha çox vizual təqdimat etdiyini görür. Kimə baxıram? Həmkarlarıma baxıram. Onlar deyirəm ki, daha çox vizual təqdimatlar etdiyini görürəm və öz dərs keçdiyim sinifdə bu strategiyanı tətbiq edirəm. Bəlkə mənim sinifimdə olan uşaqlar vizual öyrənən uşaqlar deyillər. Bəlkə mənim sinifimdə olan uşaqlar kinestetik öyrənən uşaqlardır. Mən o müəllimin strategiyasını öz sinifimə niyə gətirirəm ki? O müəllim öz sinifini müşahidə edib, görüb ki, sinifdə böyük əksər vizual təqdimat edəndə daha yaxşı öyrənirlər. Deməli, öz sinifini müşahidə edib ki, müəllim bilib də ki, öz uşaqları, öz şagirdləri vizual öyrənirlər. Axı mən öz sinifimi müşahidə etməliyəm. Bəlkə mənim şagirdlərim heç vizualla öyrənmirlər, başqa öyrənmə tərzi ilə öyrənən uşaqlardır. Deməli, burada D variantında müəllimin müşahidə bacarığını, yəni ehtiyacına inkişaf varmı? Var. Bəli, mən başqa müəllimə niyə baxıram ki? Mən öz sinifimə baxmalıyam ki, mənim sinifimin şagirdləri hansı cür, hansı formatda mən təqdimat eləsəm, onlar daha yaxşı başa düşərlər. Onu da hardan bilərəm? Gərək müşahidə edeyim də şagirdlərimi. Deməli, D variantında ehtiyac var müəllimin müşahidə bacarığının inkişafına. Y variantına da baxaq. Müəllim şagirdlərin fəaliyyətini izləyərək istifadə etdiyi metod və yanaşmalar dəyişiklik edir. Burada hər şey qaydasındadır. Yəni burada ehtiyac yoxdur, yəni inkişafa ehtiyac yoxdur. Daha sonra deməli neçənci suala baxırdıq? 16-da deməli D variantında dedik ki, ehtiyac var. Baxaq 17-ci suala. 17 nə yazılır? Verilənlərdən hansı müəllimin yaxşı fasilitator edən amil hesab edilə bilirlər? Yəni nə axtarırsınız? Doğru cavabı axtarır. Bir fasilitator müəllim olaraq mənə xas olan bir xüsusiyyət axtarır. Yəni variantlara baxaq. Mövzunun məqsədini dərsin sonunda elan etmək. Ümumiyyətlə məqsəd dərsin sonunda yox. Dərsin sonunda da məqsədi neyindir ki, şagirdlər? Məqsəd dərsin əvvəlindən elan olunmalı uşaqlar. Bugünkü dərsimizin məqsədi budur. Bu səhvdir. Məqsəd əvvəlcədən elan olunur. Şagirdləri tanımaq üçün anket sorğu keçirmək. Bunu bayaq dedik ki, bir fasilitator müəllim olaraq bu bəndi bayaq düz götürdü, yoxsa səhv götürdü? Bəli, bayaq bunu doğru bir fasilitator müəllim nəyi səhvdir ki, bunu şagirdlərimi daha yaxından tanıyıram. Düzgün cavab oldu B variantı. Görsün nə gözəl bəndləri olur məndə. Sonra C variantına baxaq. Yəni düzgün cavabımız B-dir. Digərlərinə baxaq ki, ola bilər aramızda digər variantları düşünən müdamlərimiz ola bilər. Dərsi bir qayda olaraq qrupla, belə bir qayda yoxdur. Bir qayda olaraq qrupla iş keçsəm, mən yaxşı fasilitator müəllim hesab olunuram. Elə fərdi keçirəm, kollektiv keçirəm, cüt keçirəm. Yəni nə adiyyatı var ki? C-ni çıxdıq. Tədrisi ancaq imtahan nəticələrinə yönəltmək. Bayaq dedik ki, bu səhvdir. Ancaq imtahan nəticələrinə yönəlmək, ancaq imtahan nəticə köklənərək mən dərs keçirəm. Məsələn, mən deyə bilərəm, mən yaxşı fasilitator müəlliməm. Xeyr, bu səhvdir. Bütün informasiya olduğu şəkildə şagirdlərə mənimsətmə, şagirdlərin başa düşəcəyi şəkildə həyatla əlaqələndirib, inteqrasiya edib şagirdlərə öyrətməliyəm ki, uşaqlar onun mənimsəsin. Olduğu kimi tərifinə qədər desən, uşaq heç nə başa düşməyəcək mənim dediyimdən. Bu səhvdir. Düzgün cavabımız oldu B variantı. Baxaq 18-ci sual. Uyğunluğu tapın. Bayaq dediyimiz kimi doğrudan doğru, yanlışdan yanlış. Gəlin bir yerdə təhlil edək və tapaq. Deməli, birinci bənddə nə deyir? Fasilitator müəllim qərar vermir. Aha, düz deyir. Lakin səmərəli qərar verməyə, qiymətləndirmə aparmağa yardım edir, kömək edir, dəstək göstərir, yol göstərir. Görünəcək variantı. Bir düzdür. Götürürsünüzmü? Bəli, götürürsünüz. İmtahanda sürətli variant tapmağın yolları avtomatik variantları çıxır, çünki cavabımız da 1 olmalıdır.
Fasilitator müəllim daha çox mühazirə tipli. Bayaq dedik ki, mühazirə ümumiyyətlə müasir təlimdə müəllim mühazirə tipli. Ancaq yəni mühazirə oxuyan da uşaqlara. Bu fasilitator müəllim üçün əlverişli bir metoddur mu? Təbii ki, xeyr. Mühazirə tipli metoddan istifadə etmək əlverişli deyil. Bu səhvdir. Götürmürsünüz 2-ni. Çünki bizə doğrudan doğru lazımdır. Bu 3-ə baxaq. Fasilitator müəllim müşahidə etmək, dinləmək bacarığına malik olmalıdır. Bayaq ki, qeyd də eləmişdim siz üçün. Deməli, baxın, burada yazdıq. Müşahidə etmək, dinləmək, düzgün müdaxilə etmək, planlaşdırma və s. bacarıqları olmalıdır. Bu doğrudur. Götürürsünüz, sizcə doğrudursa. Baxın, yanlışda doğrunu götürəcəksinizmi? Xeyr, çünki işarələr, baxın, buradakı işarə ilə, burada yazdığım işarə üst-üstə düşmür. 3-ü götürmürsünüz. Bizə yanlışdan yanlış lazımdır. Fasilitator müəllim şagirdlərə bilikləri hazır şəkildə təqdim edərək onları tədrisə cəlb edir. Fasilitator müəllim biliyi hazır şəkildə şagirdə ötürmür. Şagirdi istiqamətləndirir, yol göstərir. Yəni, yeganə bilik mənbəyi müəllim deyil müasir təlimdə. Bu səhvdir. Mən hazır biliyi şagirdə versəm, bu əzbərçilik olur, axı şagird heç bir iş görmür. Hazır materialı vermir, müəllim yönləndirir, istiqamət verir. Düzgün mənbəyi istiqamətləndirir. 4 səhvdir götürürsünüzmü? Bəli. Düzgün cavabımız oldu nə? 1, bir də 4. 1, 4 hardadır? D variantında. Bax, 19-cu suala. Son 2 sualımız qaldı. Cütlərlə iş zamanı şagirdlərdən birinin diqqəti yayınır. Deməli, cütlərlə iş görə şagirdlərə baxın, birinin diqqəti, hamının diqqəti yayınmır, birinin diqqəti yayınır. Tez-tez pəncərədən çölə baxır və əlindəki qələmi oynadır. Verilmiş fikirlərdən hansı fasilitator müəllimin fəaliyyətinə daha çox uyğun? İndi sizcə mən bu variantlardan, bu bəndlərdən hansı addımı atsam, hansı bəndi addım olaraq atsam yaxşı olar sizcə? Baxın, daha çox uyğun olar deyir. Gedək variantlara baxaq. Şagirdin davranışına məhəl qoymadan dərsə davam etmir. Deyirəm, hə də qələmlə oynayır, oynasın da. Axı mən cütlərlə iş vermişəm, bu iş görməlidir. Bu səhvdir. Burada elə A variantında bir növ görməzdən gəlirəm. Bu səhvdir. B-yə baxaq. Şagirdin müəyyən müddət sonra yenidən dərsə yönələcək güman edib. Yəni, mən düşünürəm ki, bir müəllim olaraq güman edirəm ki, ümid edirəm ki, uşaq nə vaxt fikrini toplayır, dərsə qayıdır. Onda dərs qutar deyil. Yəni, uşağın ümidinə buraxmaq olmaz. Bu düzgün deyil. C variantına baxaq. Digər şagird yoldaşlarının diqqətini yayındırmadan həmin şagirdə əlavə tapşırıqlar, uşağın onsuz fikri yayılıb daha doğrusu. Mən ona əlavə tapşırıq verdim, nə olacaq ki? Onsuz şagirdin fikri bu dəqiqə dərsdə deyil. C-də getdi. Mən istəyirəm ki, vəziyyəti düzəldim. Şagirdə sakitcə yaxınlaşaq, onun köməyə ehtiyac olub-olmadığını, bəlkə ola bilər uşaq sualın şərtini oxudu, 2 dəfə oxudu, aydın olmadı. Deyir ki, yox, mənə maraqsız, mən tapa bilmirəm onsuz da. Başlayıb pəncərədən çölə baxır, qələminlə oynayır. Yəni, niyə olub? Bəlkə deyir, uşaq nəyəsə başa düşməyib. Normalda da hamımız da elədir. Nəyəsə başa düşməyəndə biz ona həvəssiz yanaşırıq. Bəli, baxın D variantı. Bəlkə uşağın bir köməyə ehtiyacı var, bir yaxınlaşıb soruşmalıyam ki, yəni nə olub? Yəni fikri niyə yayınlıq oldu? Niyə pəncərədən çölə baxırsan? Yəni mən çalışmalıyam ki, onun fikrini dərsə qaytarır, təlimdə olsun yəni fikri. Düzgün cavabımız oldu D variantı. Y-yə də baxaq. Dərsin əvvəlində şagirdlərə verilən təlimatı əlavələr etmə, yenidən onlara izah etmək. Baxın, şagirdlərin birinin diqqəti yayınıb da, cəmaət iş görür bu dəqiqə. Uşaqlar, mənə qulaq asın, mən sizə təlimatları təzədən deyirəm. Niyə deyirəm ki, cəmaət iş görür, bir şagirdin diqqəti yayılıbsa, mən ona yaxınlaşmalıyam. Düzgün cavabımız oldu D variantı. 20-ci suala baxaq. Fasilitator müəllimin dinləmək bacarığı ilə bağlı hansı fikir doğrudur? Dinləməyə aid doğru fikri seçirik. Deyir ki, şagirdi öz beynində, yəni müəllimdən gedir, şagirdi öz beynində, yəni mən öz beynimdə tutduğum cavabı alana qədər onu dinləməliyəm. Bu səhv cavabdır. Yəni, mən öz beynimdə bir cümlə, bənd götürmüşəm. Şagird onu deyəndə qədər dinləyirəm. Onu dedi, qutardı və salam, dinləmirəm. Elə bir şey olurmu? Olmur. Bu səhvdir. Şagirdlər sual-cavab prosesində dinləməlidir. Mən şagirdlər sizcə sual-cavab prosesində dinləməliyəm, yoxsa qrup işlərində də dinləməliyəm, iş görəndə də proses, yəni komanda işində, əməkdaşlıq və s. Hər zaman mən uşaqları dinləməliyəm. Oturub sual-cavab prosesini dinləyirəm, qalan vaxt uşaqları dinləmirəm. Elə bir şey yoxdur. Sonra C variantına baxdıq. Şagirdləri qrupda öz aralarında işləyərkən onları dinləməsi doğru hesab edilmir. Bu dəqiqə dedim ki, dinləyir. Axı deyirik ki, dinləmək təkcə sual-cavab prosesindən məhdudlaşmır, yekunlaşmır. Eyni zamanda onlar fəaliyyətdə olarkən qrup işləri yerinə yetirər ki, mən onları dinləməliyəm.
Bu da yəni səhvdir, edilmir, hesab edilmir, yox, hesab edilir olmalıdır. Şagirdlərin nəyə, necə cavab verdiklərini dinləməli. Baxın, görün nə gözəl cavablar, nəyə cavab veriblər, necə cavab veriblər, mən onu dinləmir. Baxın, hər tərəfli dinləməkdir bu artıq. D variantı düzgündür. Şagirdlərin nitq bacarığını formalaşdırmaq məqsədi daşıyır, yox. Bizə deyək, dinləmək bacarığı ilə bağlı olan, qulaq asmaq, dinləmək bacarığı ilə bağlı düzgün cavab oldu D variantı. Ümid edirəm ki, bu testin izahı hər biriniz üçün faydalı oldu.